Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə 3-6 noyabrda keçirilən Lənkəranda Kino Günləri layihəsinin sonuncu günü 6 noyabrda ilk nümayiş tammetrajlı sənədli film olub. Başlı Bel Mühasirə Gündəliyi adlanan filmin rejissoru Pərviz Həsənovdur. Filmi tamaşaçılara Lənkəran şəhər Heydər Əliyev mərkəzinin böyük salında kinotənqidçi Aygün Aslanlı təqdim edib. Bugün biz burada Başlı Bel Mühasirə Gündəliyi adlı bir sənədli film izləyəcəyik. Bu çox unikal bir filmdir. Bu filmdə real hadisədir, olmuş hadisədir və onun qəhrəmanları o hadisəni təzədən bacardıqları qədər canlandırmaq yox, o yerlərdən keçirlər. Belə hekayələri Hollywood filmlərində görə bilirik ancaq. Bu bir sağ qalma hekayəsidir. Biz əsir düşdük ki, bunu alban kadrlara çəkmək, gələcək nəslə ötürmək həqiqətən də çox düzgün bir fikirdir. Bilmirəm, belə sənədli filmlər daha çox olsa, daha yaxşı olar ki, bizim gələcək nəsil bilsin ki, nələrlə qarşılaşıblar. Həqiqətən də o vaxtda birlik olub, insanlar çox dözümlü olub, yəni bunun özüm də şahidiyəm. Çünki biz özümüz o dövrdən çıxıb gəlmişik. Mənim qardaşım da o vaxtda müharibədə olanda, anam həmişə tapşırırdı ki, mühasirəyə düşsən, getməyəsən də özü öldürərsən, mühasirəyə düşməyəcək. Həqiqətən də oldu, 94-cü ildə şəhid oldu. Yəni, biz bunu səbirsizliklə gözləyirdik ki, bu torpaqlar alınsın. Ona görə də sevinirəm, amma hər dəfə bu cür filmlərə baxanda həm qürur hissi ilə, həm də bilmirəm, keçmişi bu cür yadımı salırız burada biz həmişə. Buna görə sizə təşəkkür edirəm. Tariximizi bilirlər, anlayırlar. Məncə bu gözəl hissdir. Hamımıza təşəkkür edirik. Belə bir sənədli film bizə yaşatdığımıza görə. İnşallah ki, bunların ardı olar, davamlı olar. Çox sağ olun. O qədər bəsit deyil də qələbə. Belə insan hekayələri üzərində qurulur. Orada insanlar var, onların bir həyatları olub ki, harada bir yerdə qırılıb ya da ki, müharibə bu şəkildə necəsə insanları birdən yerindən, yurdundan eləyib. Ona görə belə hekayələri biləndə o müharibəni daha yaxşı anlayırsan və qələbədə, istər qələbə, istər məğlubiyyət fərqi yoxdur. Yəni, ümumiyyətlə, müharibə anlayışı daha başqa bir anlam qazanır, biraz daha düşündürməyə vadar edir. Çox sağ olun gəldiyiniz üçün, baxdığınız üçün təşəkkür edirik. Günün ikinci nümayişində rejissor Elvin Adgözəlin Biləsi var tammetrajlı bədii filmi göstərilib. Heydər Əliyev Mərkəzinin kino klubunda göstərilən filmin prodüserlərindən biri İntiqam Hacılı və filmdə rol almış aktyor Cahangir Məlikov da tamaşaçılar arasında olub. Zalın demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Buna biraz sevinirəm. Ümid edirəm ki, sona qədər də belə qalacaq. Bu sevincimiz itməyəcək. Bugün bu bizim axırıncı seansımızdır Lənkəranda. Lənkəran Kino Günləri çərçivəsində rejissor Elvin Adgözəlin Biləsi var filminə baxacağıq. Bu filmdə 2 gün bundan qabaq göstərdiyimiz o Kinomexanikin Qayıdışı filmi kimi dünyanın hardasa bir 10-a yaxın ölkəsində festivallarda iştirak eləyib. Filmin prodüseri İntiqam Hacılı və aktyor Cahangir Məlikov film barəsində danışıb. Sıfır balansla Azərbaycanda yəni film çəkilə bilirsə, deməli hardasa müəyyən qədər dəstəyi olsa rejissorların və yaxud bu sahənin adamların yaxşı işlər görə bilərlər və necə ki görülür. Və mən əminliklə deyirəm ki, Azərbaycanın kinosunun gələcəyi var. Biləsi var filminin ilk premyerası Asiyanın Kanı adlanan Cənubi Koreyanın Seul şəhərində, yəni Pusan festivalda,
Busan festivalında oldu. Sonra getdi Almanya Gois'də, sonra Fransada Nant festivalına getdi və yəni gəzdi bütün dünyanı, Hindistana getdi falan yerə. Yəni ondan sonra hansı ki o böyük büdcəli filmlər var idi. Yəni onu ayıranlar və çəkənlər baxdı ki, yəni bunlar o sizin dediyiniz sıfır büdcə ilə Azərbaycan kinosundan səs salırlar dünyaya. Azərbaycan rejissorları dünyada tanınırdır. Amma bunu belə deyək də yuxarı dairədə olanlar da görür. Biz milyonlar xərcləyirik, amma o filmlər getmir. Tamaşaçılar film barəsində maraqlı fikirlər söyləyiblər. O sıfır balansında, yəni bu filmlər bu gün yaradılırsa, yəni bunun gələcəyi, yəni uğurlu olar, yəni o istək var o yaradıcılığa. İndi sıfır balansla heç nəyə, yəni o maddi bir şey olmadan heç kim getmir. Yəni əgər ona addım atılırsa, bu özü də bir qəhrəmanlıqdır. Yəni ona təklif olunan hər şeyə rəğmən o 200-300 manatla öz dəyərini qorudu da. Düzdür. Hətta dostu Rusiyaya dəvət elədi. Bundan başqa isə mənim fikrinə qatılaraq kilometrajlar çox uzun idi. Kadrlar. Bəli, kadrlar həddən artıq çox uzun idi. Bir də ki, səslər. Səslərdə necə deyim, həddən artıq çox yüksək gəlir. Sıfır balans orada özün göstərir. Bəli, sıfır balans. O cürə xarakterli adamlar o söyüşü söyürlər. O söyüşü Sizin təbii bir ki. həmkarınız da deyib ki, şair olan, deyib ki, yerində edilən küfür şeir gibidir. Beləsi də bu var yanında. Yox, o söyüşlərlə elə xarakterli insanlar var ki, o söyüşləri söyürlər. Ancaq mən elə o klassik ədəbiyyatda elə onu elə işlədiblər ki, o səhnələri elə işlədiblər ki, birdən orada kobud ifadə yoxdur. Tiqab müəllimin xarakteri var ki, bu incəsməyən stereotipləri sındırmaq məsələsi var ki, yəni xarakterimizdə var ki, sındırmaq. Ancaq elə şeylər var ki, sındırmaq lazım deyil. Lənkəranda kino günlərində 4 tam metrajlı bədii, 5 qısa metrajlı bədii, 1 tam metrajlı bədii sənədli, 1 tam metrajlı sənədli film olmaqla ümumilikdə 11 film göstərilib.